Adem'e her şeyi vermişti. Nəhəng bir cennet vermişti. Həvvanı yaradıb onun ixtiyarına vermişti. Adem'e her şeyi verdi ve sizin o ilk Hazreti Peygamberiniz mütlak tohluğun ve her şeye sahip olduğu halın içinde Allah'ın emrini pozdu. Bütün o mütlak saadete rağmen Adem qaydanı sındırdı. Onun günah etmeye hiçbir hakkı, hiçbir bəhanəsi de yok idi. Çünkü ettiği çok büyük, bağışlanmaz bir nankörlük idi. İndi mənə cavab verin. Her şeye sahip olan ettiği bu rəzilliyi bağışlayan Allah sizi niye bağışlamasın? Hə? Sizin neyiniz var ki? Adem'e her şey müftə verilmişti. Sizsə her bir tikəni kazanmaq məcburiyyətindəsiz. Siz Adem'e nisbətdə her şeye tamahkar olan yazık bir qulsuz. Adem o cennette saflıktan başka ne görmüştü ki bir de durup günah etsin? Sizsə zaten günahın öz içinde doğulup onun içinde boğulursunuz. Siz ağır zəhmət, tənə, rişkən, sosial təzyiq ve başka adamların amansız baskısı altında sadece bu boğucu dalanda ilişip kalmışsınız. Sizin Adem'e nisbətdə günah etmeye 100 kat daha çok hakkınız çatır. Size olar. Çünkü sizin en ihtiyatsız olanınız, en zirvede dayananınız, hatta cennete sahip olanınız bile günahkar oldusa sizden ne çıkacak ki? Bir de durup özünüzü adam hesap edirsiniz. Güldürmeyin beni. Eğer cehenneme kimse gidecekse gerek birinci Adem peygamber geçsin. Her şeyi var idi. Yine de günah etti. O bağışlanıpsa siz de bağışlanmalısınız. Əksi halda bu kainatda birinci əhli cəhənnəm mütləq o olmalıdır. Mən məhz ona görə deyirəm ki, siz cənnəti sevməzsiniz çünki o cənnətdə heç Adəm belə sakit durmadı. Ona görə də insan tayfası özünüzü çox da mühüm bir varlıq hesab etməyin. Çünki özünüzü mühüm saydıqca məsuliyyətiniz də bir o qədər artır. Əgər mühümsünüzsə demək sizin üçün qarşısında cavab verməli olduğunuz bir haqq hesab tərəzi var. Siz sadəcə özünüzə bunu deyin. Biz mütləq bir məhrumiyyət içindəyik, ona görə də bizə çox şey icazəli olmalıdır. Adem'e tətbiq edilən heç bir qanun müasir insana tətbiq olunmamalıdır. Əgər mütləq ədalət budursa, gərək Allah hər kəs üçün bir fərdi cənnət yaratsın, insanı əvvəlcə ora qoysun. Əgər özünü pis aparsa, sonra dünyaya göndərsin. Bax, yalnız bundan sonra o böyük hesab günündə kimin hara gedəcəyinə qərar versin. Əslində cənnət özü belə qane edici bir yer kimi görünmür. Çünki Allah Adem'i cənnətdə saxladı, o isə qaydaları pozdu. Allah da onu cəzalandırıb çörək pulunu insanın özünün kazanmalı olduğu bu qəddar dünyaya gönderdi. Yani Adem cennette sadece harındamıştı. Allah onun elindeki o müftə saadeti aldı ve dedi, özünü yaxşı aparsan bunu sənə yenə verəcəm. Demək cennetin özünde de büyük bir məhdudiyyət var. Əksi halda Adem o qaydanı niye pozurdu? Gör cennetin özünde ne boyda bir qadağan, ne boyda bir darıxdırıcılıq var imiş ki, bir peygamber bile dözməyib qaydanı pozdu. Belki de cennetin en büyük boşluğu elə cennet olmasındadır. Belki de Adem xislətcə məhz mənim dediyim o qanuna, həyatın daha maraqlı olması üçün şər və xaos lazımdır prinsipinə uyğun hərəkət edib. Əgər desəniz ki, Adem anlıq bir nəfsi zəifliyə düşdü, onda mən də sizdən soruşuram, siz o əbədi cənnətdə anlıq bir nəfsi zəifliyə düşməzsinizmi? Yoxsa sistemdə hər hansı bir boşluq buraxılmışdı da, o bunu Adəmin səhvindən sonra tapıb düzəltdi, ya da indi durub deyəcəksiniz ki, Adem azmazdı, onu sən yoldan çıxartdın. Onda cavab verin, Allah bir şeytan olduğum təqdirdə məni niyə cənnətə buraxmışdı? Çünki biz sözləşmişdik, mən sadəcə zibil yığan idim. Əslində Allah məni bir əlcək kimi istifadə edirdi. Mənim vasitəmlə zibilləri yararlı şeylərdən ayırırdı və indi sizdən soruşuram, dünyanın sonunu gözləməyə nə ehtiyac var ki? Elə ilk insanla Allahla mənim bəhsimiz tamamlanmış olmurmu? Çünkü Adem saf, təmiz qanlı, ehtiyatsız, her şey olan en xalis insan idi. Onun kimi biri özdə bir peygamber qaydanı pozubsa, geride kalan diğer bütün insanlardan imtihan gözləmək mənasız olardı axı. En güclü qumarbazlar səhərə qədər kart oynayanda en büyük məbləği bəzən ortalığa koyar ve tek bir gedişle her şeyi həll edirlər. Belki de Adem ve Qabil meselesinde biz artık işimizi bitirdik ve Allah üçün zaman nisbi olduğundan indiyə qədər keçən bu min illərlə müddət onun nəzərində sadece bir an kimidir. Siz ise sadece bu anın içindeki bir illüzyasınız ve əslində sizin dövranınız çoktan bitib.